Bugün Bakının gözəl kəndlərindən biri olan Buzovna kəndindəyik. Burada olmağımızın səbəbi isə yeni bir layihəyə başlamağımızdır. Belə ki, layihəmizin əsas məqsədi köhnə filmlərimizin çəkildiyi məkanların indiki halını çəkib sizə göstərməkdir. İlk videomuz məşhur Yuxu filminin çəkildiyi yerlərlə bağlı olacaq. Videomuza başlamazdan əvvəl Yuxu filmi barədə qısa məlumat verək. Bildiyiniz kimi Yuxu filmi Bakının Buzovna kəndində çəkilmişdir. 1993-cü ildə çəkilsə də 2001-ci ildə tamaşaçılara təqdim olunmuşdur. Filmin rejissoru mərhum kinorejissor Fikrət Əliyevdir. Filmdə Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri, İlham Qasımov, Zərnicar Ağakişiyeva, Qorxmaz Əlili, Bəhram Bağırzadə və digər məşhur aktyorlar rol almışdır. Gəlin, başlayaq. Dostum yatıb görər əcayib yuxi, ürəyini deşər məhəbbət oxi. Adam var ki, yatanda bək xoruldar, bilməyib oyatsın qiyamət qopar. Sevgili cananı yuxuda tapar, yuxularda keçər ömrünün çoxu, yuxularda keçər ömrünün çoxu. Arxamda gördüyünüz bu uçulmuş divarlar filmin ilk dəqiqələrində göstərilən uşaq bağçasının divarlarıdır. Təəssüflər olsun ki, bağçanın əvvəlki halından əsər əlamət qalmayıb. Bir zamanlar bura uşaq bağçası kimi fəaliyyət göstərsə də, hazırda geriyə qalan uçulmuş divarlardır. Əziz balalar, hamınızın çox gözəl tanıdığınız hörmətli Ələbbas Gülabbasoğlu öz vicdanlı əməyi ilə kollektivimizin dərin hörmətini qazanmışdır. İnanırıq ki, o bundan sonra da bağçamızı dadlı neymətlərlə təmin eləyəcək. Biz də onun xidmətlərini diqqətsiz qoymamışıq. İcazə verin, öz kiçik hədiyyəmizi ona təqdim edək. Arxamda gördüyünüz bu qapı bağçanın qapısıdır. Hansı ki, Ələbbas və Bahar tırtır ilə oradan çıxaraq dəniz istiqamətinə gedirlər. Eyni zamanda arxamda gördüyünüz düşərgə binası da yerində qalıb, dəyişilməyib və bağçanın qapısı da gördüyünüz kimi həmin qapıdır, dəyişdirilməyib. Şair gərək hər gün yeni söz deyə, gəlin tutaq Bakıya təzə qafiyə. Bakı şahirlərin gözəl yarıdır, hər cür nemət desən onun varıdır. Xəzərin boynunda bir mir varıdır, Abşeronun bənzər zəngin süfrəyə, Abşeronun bənzər. İndi isə gəlib çıxdıq filmin ən maraqlı yerlərinin çəkildiyi məkana. Gördüyünüz bu darvaza Ələbbas və Məsmə nənənin yaşadığı evin darvazasıdır. Gördüyünüz kimi darvaza olduğu kimi yerində qalır. İndi isə gəlin keçək həyətə, görək həyətdə necə dəyişikliklər olunub, yoxsa hər şey olduğu kimi qalır. Ter içindesin, keş yeri terlisi olsun. Yatma mısın? Hayır, Sabahımızı. ağabeyim. Və həyətə daxil olduq. Həyətdə çox müsbət aura var. Gördüyünüz kimi filmdə göstərilən detalların hər biri yerində qalır. Misal üçün həmin o məşhur hovuz, darvaza, bir sözlə hər şey yəni evdə qorunub saxlanılır. Sadəcə biraz rənglənmə işləri falan olub pəncərədə, qapıda, amma ümumilikdə hər şey yerindədir. Bahar senin tayıldır be ya. O kimsen ki, he? Senin harama yaraşar laçenlikin kızı? Hele onu isteysen ki ya, derece ol. Getirip bassın seni kodumuna. Abi, öldürseydi seni neylerdin, he? Əşi, ay nənə, yuxudur da, deyil mi?
Cinayətdə ən diqqət çəkən məqamlardan biri də budur ki, gördüyünüz bu əl yumaq yeri qədimi hələ də qalır burada saxlanılıb, yəni filmdə görünür və bu masa, gördüyünüz bu masa da filmdə görünür. El Abbas, nene kurban. Kadaların canım. De görüm yuxuma ne girmişler. Həm həyətin olduğu kimi qorunub saxlanmasına görə, həm də çəkiş üçün bizə icazə verdiyinə görə ev sahibinə təşəkkür edirik. Yeri hoş geldin. Yeri daha. Bayır akşam oldu ki. Cəmaət qaz vurub qazan doldurur, sən isə əhəng satırsan. Həmin məşhur dialoqun keçdiyi yer bu məkandır. Hansı ki, əhəng satan öz uzun qulağı ilə buradan gəlir və buradakı kişi maşını saxlayaraq ona müraciət edir. Həngalar, ay həngalar. Ay Qulam Əli, işin gücün qurtarıb sənin. Cəmal qaz vurur, qazan doldurur. Sən də başlamısan əhəngalan, ay əhəngalan. Həngalar, ay həngalar. Həmin kadrda arxada görünən ev hələ də olduğu kimi yerində qalır. Sadəcə müəyyən dəyişikliklər var. Ümumi, yəni hər şey yerində qalır. Arxamda gördüyünüz bu evi yəqin ki xatırladınız. Bura filmdə Naçalnikin evi kimi istifadə olunan evdir. Fatmanı göndergine seni yar var gile. Bilirsen ki o simsiz telefondu. Ola bilmez ki bir şey bilmesin. Özünde göre Akif kaydıpsa ona bir söz deyip eleme. Yoksa kan düşer. Ben de indi gelirim. Evdə demək olar, xarici görünüşündə hər şey yerində qalıb, dəyişdirilməyib. Sadəcə biraz rənglənmə işləri falan olub, qalan hər şey yerində qalır. Gördüyünüz bu məkan isə Mirsə Xəlilin Əl Abbası axtardığı məkandır. Hansı ki, Əl Abbas öz dostları ilə tır-tır karvanı ilə gəlir, Mirsə Xəlilin başına dövrə vurur. Saxla. Əl Abbas, saxla tırtırlı. Döşün axı, xeyr ola. Çek qırağa saxla tırtır biləm sənə. Digər məkanlardan fərqli olaraq burada çox dəyişikliklər var. Misal üçün, arxamda gördüyünüz hasarın yerində əvvəl sənaye malları satılan mağaza var idi, artıq yoxdur. Ümumiyyətlə, çox şey burada dəyişib. Saxla, saxla deyəm sənə. Ne saxlayayım? Sənə məsələn, sənin başqa biri olacaq, saxla deyəm. Əşi saxlamıram, sözüdür də. Saxla deyəm sənə. Saxlamıram. Saxla deyəm sənə. Saxlayamıyorum da. Hüccət eləmə adam böyün sözündən çıxmaz, saxla. Güya bilmirsən, xoda düşmür sonra. Əmr edirəm, vətəndaş Əl Abbas saxla. Vətəndaş Əl Abbassız itaatsizlik göstərirsiniz. Əşi saxlasam itələyəcəksən. Mən həmişə kimi itəliyim? Xoda düşmür də. Saxlamırsan ki, Yox. mənə də sənin deyənlər olsun da səndən əl çəkəmdir. Ay yıxılarsan, Yıxılmaram, sən öz ağlayan ay bəlba. Cinayət işlətmirsən, 117-ci maddə. Plus itayətsizlik. Bu da 91-ci maddə. Nesine bilmiştin? İş alıp gelmişsen, baharda kalır dur. Arxamda gördüyünüz bu yol isə Məsmən Əlinin qaça-qaça gəldiyi yoldur. Hansı ki, Əl Abbasın həbs olunma xəbərini eşidir və bura ilə polis bölməsinə tərəf gedir. Ay sen hoca, hadi görüm kalbine çıktı ağız. Ay babacığım, ne olur. Ağız ne olacak? Pereciğim başım şu anda ama. Ay yazsın. Vay vay. Həmin kadrda arxamda görünən Seyyid türbəsinin günbəzi isə
yerindədir. Hələ də sadəcə ağaclar günbəzin qarşısını tutduğuna görə aydın görünmür. Həmin küçənin başında görünən Seyyid türbəsi buradır. Buradan aydın görünmədiyi üçün istərik yaxından sizə göstərək. Türbənin ümumi görüntüsü olduğu kimi yerində qalır, elə də bir dəyişikliyi yoxdur. Gördüyünüz bu yol Əlabbasın dənizdə batdığını eşidən kənd cəmaatının dənizə tərəf qaçdığı həmin yoldur. Abala! Qulu ne olub orada? Ələbbas batır, Naçanik'in oğlu batır bu dənizdə. Burada elə də bir dəyişiklik yoxdur. Hasar olduğu kimi yerində qalıb, sadəcə üzərində yeni tikili hasar əlavə olunub. Filmin sonlarında gördüyümüz nişan səhnəsi isə burada çəkilib, hansı ki insanlar əllərində xonçalar buraya gəlib gedirlər və bizdə olan məlumata görə həmin nişan mərasimi həqiqətən də real nişan mərasimi imiş və həmin hadisəni filmə də əlavə ediblər. Gördüyünüz bu yer isə məşhur Buzovna qayalıqları adlanan yerdir. Hansı ki filmdən bir neçə fraqment də burada çəkilmişdir. Misal üçün filmin sonlarında görürük ki, xanımlar qayalar üzərində xalça yuyurlar. Bir yerdə görürük ki, Əlabbas Bahar ilə əyləşib qayaların üzərində söhbət edir və qayaların üzərində balıq tutan kişiləri görürük. Əlabbas, kimsən? Dur da.